Xeyr, bir daha bu gün biz kəsirlər mövzusu ilə tanış olacağıq. Deməli, kəsirlərin bölmə ilə ifadə olunması, kəsirlərin müqayisəsi, toplanıb çıxılması, vurulub bölünməsi, daha sonra qarşıq ədədlərin üzərində müxtəlif əməliyyatların yerinə yetirilməsini bu dərsdə öyrənəcəyik. Deməli, ilk öncə xatırlayaq ki, kəsir nə idi? Kəsir B-də A bu şəkildə göstərilən ədədlərə deyirik kəsir ədədlər. Bilirik ki, burada A və B natural ədədlərdir. B kəsrin məxrəci, A isə kəsrin sürəti adlanırdı. Bunları aşağı siniflərdən də danışmışıq. Deməli, kəsirlər iki cür olur. Düzgün kəsirlər var. Bir də var düzgün olmayan. Deməli, düzgün kəsirlər surəti məxrəcindən kiçik. Məxrəcdən kiçik olan kəsirlərdir. Düzgün olmayan kəsirlər isə surəti böyük bərabər olur məxrəcə. Yəni, surət məxrəcdən böyük bərabər olur. Deməli, nə oldu? Düzgün kəsirlər surəti məxrəcindən kiçik olan kəsirlərdir. Düzgün olmayan kəsirlər isə surəti məxrəcinə böyük və yaxud da bərabər olan kəsirlərdir. Bir neçə nümunəyə baxaq. Məsələn, 5-də 2. Bu nə cür kəsirdir? Baxırıq, məxrəc 5-dir, sürət 2-dir. Ona görə düzgün kəsirdir. Məsələn, baxıram 7-də 3. Nə cür kəsir olacaq? Düzgün kəsir. Məsələn, baxıram 9-da 9. 9-da 9 nə cür kəsir olacaq? 9-da 9 düzgün olmayan kəsir olacaq. Çünki sürətlə məxrəc bir-birinə bərabərdir. Məsələn, 12-də 10 nə cür kəsirdir? Düzgün kəsirdir. 17-də 20. Bu nə cür kəsirdir? Bu düzgün olmayan kəsirdir. Çünki sürət məxrəcdən böyükdür. Yəni belə, düzgün kəsirlər, düzgün olmayan kəsirlər bu qaydada. Yadınızda saxlayın ki, düzgün kəsirlər deməli, düzgün kəsirlər həmişə birdən kiçik olur. Düzgün kəsirlər həmişə birdən kiçik olur. Düzgün olmayan kəsirləri isə birdən böyük olur. Buradan da belə bir qayda deyə bilərik ki, müqayisə zamanı əgər kəsirin biri düzgün olmayan kəsirdirsə, həmişə düzgün olmayan kəsiri biz böyük götürəcəyik. Daha sonra kəsirlərin bölünmə ilə əlaqəsi nədir? Buna baxaq. Biz dedik ki, kəsirlər bu şəkildə göstərilir və bu göstəriş A böl B deməkdir həm də. Yəni, surəti məxrəcə bölürük. Böl məxrəc. Yəni, bunu həm də belə A böl B şəklində yaza bilərik. Deməli, məsələn, burada 4 nömrəli misala baxın. 1 böl 3 əməlini deyir adi kəsirlə göstərir. Onda nə edəcəyik? Birinci ədəd surətdə yazılır, ikinci ədəd isə məxrəcdə yazılır. 4 böl 5. Yəni, birinci ədəd nədir burada? Bölünən. Bölünən surətdə yazılır, bölən isə məxrəcdə yazılır. Bu da belə. Sonra kəsirlərin ixtisarına baxaq. Kəsirləri ixtisar eləmək üçün bir dəfəlik ixtisar apara bilərik. Tam ixtisar deyirik buna. Bir də ardıcıl şəkildə. Məsələn, bir dənə ədəd götürürəm. 30-da 15 ədədi. Burada ixtisar nədir? Hər ikisinə bölünən ədədi tapmaq. Hər ikisinə bölünən ədədə bölmək. Deməli, kəsirin sürət və məxrəcini birdən fərqli istənilən ədədə bölsək, bu ixtisar adlanır. Düzdür, kəsirin sürət məxrəcini istədiyimiz ədədə vura da bilərik. Amma bu, yəni ixtisar deyildir. İxtisar yerində bölmə nəzərdə tutulur. Deməli, əvvəlcə bunu hissə-hissə bölmə zamanı bunu hər ikisini məsələn 3-ə bölə bilərəm. Hər ikisini 3-ə böləndə 33-ə böləndə 10, 15-i 3-ə böləndə 5. Sonra bunun hər ikisini 5-ə bölərəm. 5, bu da 5-ə bölündü. 10-u 5-ə böləndə 2, 15-i
Daha doğrusu 5-i 5-ə böləndə də 1 olur, 2-də 1. Və yaxud da bunu tam ixtisar aparmaq istəyirəmsə, 30-da 15 və ixtisar aparanda bir üstünə xətt çəkək. Hər ikisi 15-ə bölündüyünə görə aşağıda 2 qalacaq, 30-u 15-ə böləndə 2 qalır. 15-də 15-ə böləndə 1 qalır. Yəni eyni cavab verir. Fərqi yoxdur. Ardıcıl ixtisar apardıq və yaxud da tam ixtisar apardıq. Amma misallarda adətən bizdən cavabı tam ixtisarla istəyir. Ona görə elə yavaş-yavaş əlinizi tam ixtisar eləməyi öyrətsəz daha yaxşıdır. Deməli. Sonra burada qarşı ədədin düzgün olmayan kəsrə çevrilməsindən danışıb, ona baxaq. Qarşı ədədin düzgün olmayan kəsrə çevrilməsi. Deməli, qarşı ədədlər əvvəlcə hansı ədədlərdir? Bunu yadınıza salaq. Qarşı ədədlər həm tam hissəsi, həm də kəsr hissəsi olan ədədlərdir. Kəsr hissə. Buna deyirdik qarışıq ədəd. Deməli, qarışıq ədəd. Həm tam hissəsi, həm də kəsr hissəsi olan ədədlərə deyirdik qarışıq ədədlər. Məsələn, 2/7-də 3. 5/9-da 2 və s. Yəni, bunlar qarışıq ədəd hesab olunurlar. Yaxşı, bəs bu qarışıq ədədləri biz düzgün olmayan kəsrə necə çevirərik? Deməli, qayda belədir. Yazaq, qarışıq ədəd çevir düzgün olmayan kəsr. Düzgün olmayan. Məxrəc olduğu kimi qayda belədir. Məxrəc olduğu kimi qalır. Məxrəc olduğu kimi qalır. Deməli, 7 olduğu kimi qalacaq. Məsələn, bunu çevirirəm. Sonra tamı vururuq məxrəcə. Qaydanı yazım, sonra tətbiq edəcəm. 2. Tam hissəni məxrəcə vur. Məxrəc. Üstünə gəl surətin. Və cavabı surətdə yaz. Deməli, məxrəc olduğu kimi qalır. Məsələn, 2/7-də 3. Məxrəcdə 7 olduğu kimi qalacaq. 2-ni 7-yə vururuq. 14. 14-ün də üstünə 3 gələndə olur 17. Olur 7-də 17. İndi 5/9-da 2-ni çevirək. 5/9-da 2. Yenə məxrəc olduğu kimi qalacaq 9. 5-i 9-a vururuq 45. Üstünə də 2 gəlirik 47. Yəni, qarışıq ədədin düzgün olmayan kəsrə çevrilməsi bu qaydadır. Bəs yaxşı, onda belə bir sual çıxır ki, düzgün olmayan kəsri bəs qarışıq ədədə necə çevirərik? Düzgün olmayan kəsri qarışıq ədədə çevirmək üçün gəlin baxaq. Deməli, düzgün olmayan çevrilsin qarışıq ədədə. Qarışıq. Məsələn, 4-də 29. Bu ədədi çevirirəm qarışıq ədədə. Necə çevirəcəm? Deməli, surəti məxrəcə bölürəm. Surəti birinci. Böl məxrəcə, böl. Məxrəc. İkinci növbədə. Deməli, yenə burada məxrəc olduğu kimi qalır. Tamı, natamam qisməti. Yazırıq tamın yerinə. Qalıq surətə yazılır. Məxrəc eyni qalır. Məxrəc eyni. Baxaq. İndi 29-u bölək 4-ə. 29-u 4-ə böləndə, deməli 7 dəfə düşəcək. 7 dəfə 4-ü 28 edir. 29-dan 28-in çıxanda 1. Deməli, natamam qismətimiz 7, qalığımız da 1-dir. Deməli, bu olacaq 7 tam, məxrəc olduğu kimi qalacaq. 1 də yazırıq surətə. 7 tam 4-də 1. Məsələn, 5-də 18-i düzgün olmayan kəsrə çevirəndə 5-də 18-i, deməli 18-i böləcəm 5-ə. 3 dəfə 15, 3 qalır. 3 tam 5-də 3 olacaq. Yəqin ki, aydındır bu da. Daha sonra görək kitabda nələr qeyd olunub. Kəsirlərin müqayisəsi və sıralama. Deməli, müqayisə.
Kəsirləri müqayisə eləyəndə birinci onların məxrəclərinə baxmalıyıq və yaxud da sürətlərinə baxmalıyıq. Sürəti və yaxud da məxrəci bərabər olan kəsirləri müqayisə eləmək asandır. Burada işimiz asandır. Deməli, əgər məxrəci bərabərdirsə kəsirin, məsələn, 9-da 3 yazmıyor, 9-da 5 yazaq. Bizə 9-da 7. 9-da 5 və 9-da 7. Bunları necə müqayisə edərik? Bax, 9-un 9 tam hissədir də, 7 hissəsi, 9-un 5 hissəsi. Belə fikirləşin ki, 9 dənə dilim var, onun 5 dənəsi çox olar, yoxsa 7 dənəsi? Təbii ki, 5 dənəsi daha çox olar. Yəni, ona görə deyirik ki, məxrəcləri bərabər kəsirlərdən məxrəci böyük olan böyükdür. Məxrəci böyük olan kəsir böyükdür. Bəs yaxşı, sürətləri bərabər olanda, məsələn, 3-də 5, deməli, 4-də 5. 3-də 5 və 4-də 5. Deməli, belə olanda isə tərsinə olur. Sürəti bərabər olan kəsirlərdə, deməli, məxrəc kiçik olan böyük olur. Məxrəci kiçik olan kiçik, daha böyükdür. Deməli, məxrəcləri bərabər olan kəsirlərdən sürəti böyük olan böyük olur. Sürətləri bərabər olan kəsirlərdən isə məxrəci böyük olan böyük olur. Bəs yaxşı, tutaq ki, fərqli-fərqli kəsirlərdir. Məsələn, 2-də 1, 3-də məsələn 2. Bunları müqayisə eləyək. Bunları müqayisə eləmək üçün biz məxrəcləri eyniləşdirməliyik. Yəni, onları tamamlayıcı vurğa vurmalıyıq. Tamamlayıcı vurğu da tapmaq üçün məxrəcdəki ədədlərin əçobu tapılmalıdır. 2 ilə 3-ün əçobu, yəni 2-yə də 3-ə də bölünən ən kiçik ədəd olacaq 6. Bunların əçobu 6-dır. Deməli, biz 2-də 1-i məxrəci 6 olan kəsir kimi yazmalıyıq. Bunun üçün də nə etməliyik? Deməli, 2-ni neçəyə vursaq 6 olar, 3-ə vursaq. Deməli, sürəti də, məxrəci də 3-ə vururuq. Yadınızda saxlayın ki, kəsirin sürətini, məxrəcini eyni ədədə vurmaq və bölmək olar. Amma hər ikisini də eyni anda eləməliyik. Burada olacaq 3. Deməli, oldu 6-da 3 birinci kəsirimiz. Sonra 3-də 3-ü neçəyə vursaq 6 olar 2-yə. Deməli, 2-ni də 2-yə vurmalıyıq. Məxrəci vurduq deyə sürəti də vurmalıyıq. Olur 6-da 4. Deməli, kəsirlərimiz oldu 6-da 3 və 6-da 4. İndi məxrəci bərabər olan kəsirlər alınır və bunları da müqayisə eləməyi artıq bilirik. Sürəti böyük olan böyük olur. Bu da bizim müxtəlif məxrəcli kəsirlərimizin müqayisəsi. Bu da belə. Deməli, tamamlayıcı vurğu necə tapdıq? Tamamlayıcı vurğu məxrəcdəki ədədlərin əçobu hesab olunur. Sonra qarışıq ədədlərin müqayisəsi necə olacaq? Tutaq ki, qarışıq ədədlər verilib bizə. Məsələn, verilib 7-də 2, bir də verilib 1,5-də 1. Dedik ki, düzgün kəsirlər 0 ilə 1-in arasında yerləşir, yəni 1-dən kiçikdirlər. Qarışıq ədədlərdə isə burada tam olduğuna görə bu 1 tamdır, yəni 1,5-də 1-dir. Bu 1 ilə 2-nin arasında yerləşir, tam hissəsi də 1-dir. Bunun tam hissəsi isə 0-dır. Ona görə qarışıq ədədlərdə əgər hansının tam hissəsi böyükdürsə, o daha böyük olur. Məsələn, 2,9-da 1, bir də 2,9-da 5. Belə olan halda isə tam hissələr eynidirsə, deməli, baxırıq kəsir hissələrə. Kəsir hissədə görürük ki, bildiyimiz qaydadır. 9-da 1, 9-da 5. Yəni, məxrəc eynidir. Onda sürəti böyük olan böyük olacaq. Bu da bizim qarışıq ədədlərimizin, belə deyərlər, müqayisəsi. Sonra, indi kəsirlərin toplanıb çıxılmasına baxaq. Öncə məxrəci bərabər olan kəsirlərin toplanıb çıxılmasına baxaq. Bunlar rahatdır. Məsələn, 7-də 1 üstə gələk 7-də 5. Deməli, məxrəc olduğu kimi qalır. Üstləri toplayırıq. 1 üstə gələk 5. Bu da eləyir 7-də 6. Sonra 8-də 1 üstə gələk 8-də 3. Deməli, məxrəc olduğu kimi qalır 8. Birin üstə 3 gəldi, edir 4. Bunu ixtisar apara bilərik də. 8 ilə 4-ə ixtisar apara bilərik. Düzdür, 2-yə də apara bilərik. Amma tam ixtisarda 4-ə ixtisar aparmalıyıq. O da olur 2-də 1. Həmçinin məxrəcləri bərabər kəsirlərin çıxılması da asandır. Deməli, 10-da 9 çıx 10-da məsələn 3.
Bərabər olur. Məxrəc olduğu kimi qalır. 9-dan 3-ünü çıxırıq 6. Bu da ixtisar olanda olacaq 5-də 3. Məsələn, bir dənə də nümunə göstərək. 12-də 10 çıxaq 12-də 1. Bu da bərabər olacaq 12-də 10-dan 1-in çıxacaq 9. Bu da 3 ixtisar gedəndə aşağıda 4 qalacaq, yuxarıda 3. 4-də 3 olacaq. Bu da belə. Sonra, indi məxrəci fərqli olan kəsirlər. Məsələn, bu 1 nömrələdəki misallara baxa bilərik. Məxrəci fərqli olan kəsirlərin toplanıb çıxılması. Məsələn, 4-də 1 üstə gələk 8-də 1 verilib. 8-də 5 verilib bizə. Nə dedik? Dedik ki, belə olan halda ortaq məxrəc gətirməliyik. Ortaq məxrəc gətirmək üçün də tamamlayıcı vurğu tapmalıyıq. Tamamlayıcı vurğu tapmaq üçün də bunların əkobunu tapmalıyıq. 4 ilə 8-in əkobu, yəni olacaq 8. 8. Bəs yaxşı, 4-də 1-i məxrəci 8 olan kəsir kimi yazmaq üçün nə etməliyik ona? Deməli, 2-yə vurmalıyıq. Surəti də, məxrəci də. Deməli, məxrəci 2-yə vuranda 8, 1-i 2-yə vuranda da 2. Üstə gələk 8-də 5. Bu da bildiyimiz qaydadır artıq. 8-də 2 ilə 5 toplayırıq, olur 8-də 7. Deməli, sonra 2-də 1, üstə gələk 3-də 1. 2-də 1 ilə 3-də 1 ortaq vuruq nə olacaq? 2 ilə 3-ün hasil elə 6. Buranı 3-ə vurmalıyam, buranı da 2-yə vurmalıyam. Deməli, 2-ni 3-ə vuranda 6, 1-i 3-ə vuranda 3. Üstə gələ, 2-ni 3-ə vuranda 6, 1-i 2-ə vuranda da 2. Bu da olur 6-da 5. Həmçinin çıxılması da. Elə eyni misalın çıxılmasına baxaq. Məsələn, bunun elə. Deməli, 2-də 1 çıx 3-də 1. 2-də 1 yenə ortaq məxrəcimiz olacaq 6. Bu olacaq 6-da 3. Çıxaq 6-da 2. Bu da olacaq 6-da 1. Deməli, çıxılması da, toplanması da hər ikisində birinci ortaq məxrəc tapılmalıdır. Ondan sonra hesablamalar getməlidir. Qarışıq ədədlərin toplanması. Qarışıq ədədlərin toplanması asandır. Deməli, baxaq. Qarışıq ədədləri toplayan zaman məsələn 1 tam 5-də 2 üstə gələk 2 tam 5-də 1. Nə edirik? Tam hissələrimiz 1 toplanır. Bunun tam hissəsi 1-dir, bunun tam hissəsi 2-dir. 1 toplanır. 1-in üstünə 2, 3. Məxrəc yenə olduğu kimi qalır. Sürətlərdə 1 toplayırıq. 2 ilə 1 toplayırıq 3. 3 tam 5-də 3. Məsələn, 8 tam 11-də 4. Üstə gələk 11-də 4. 11-də 5. Deməli, 8, bunun tam hissəsi 8-dir, bunun tam hissəsi yoxdur. Elə ona görə 8 yazıram. 11-də 4-ün üstündə 5 olur 11-də 9. 8 tam 11-də 9. Qarışıq ədədlərin də toplanılması bu qayda ilə. Bəs yaxşı, qarışıq ədədlərin çıxılması necə olacaq? Bir də ki, qarışıq ədədin bu məxrəcləri bərabər olan kəsirlər üçündür. Məxrəci fərqli olan kəsirlər üçün necə olacaq bəs? Deməli, məsələn, burada nümunəni göstərim elə. 2-də 1, üstə gələk 3 tam 8-də 1. Bu da olacaq. 3 ilə, daha doğrusu 2 ilə 8-də ortaq məxrəc elə 8 özü olacaq. 2-nin tamamlayıcı vurğu olacaq 4. Olacaq 8-də 4, üstə gələk 3 tam 8-də 1. Bu olacaq 3 tam 8-də 5. 3 tam 8-də 5 olacaq. Yaxşı, qarışıq ədədlərin toplanılmasından danışdıq. İndi qarışıq ədədlərin çıxılmasından danışaq. Yenə eyni qayda ilədir. Məsələn, 3 tam 3-də 2 çıx 1 tam 3-də 1. 3-dən 1-ini çıxıram 2. Məxrəc olduğu kimi qalır. 2-dən də 1-ini çıxıram 1. 2 tam 3-də 1 olacaq. Bəs məxrəci fərqli olarsa necə olacaq? Məsələn, bir daha buradan baxaq, nümunə yazaq. Məsələn, 3 tam 4-də 1 çıxaq 1 tam 4-də 3. Məxrəc eynidir burada da. 3-dən 1-ini çıxıram 2. 4-də burada baxın, burada biraz fərqli məqam var. Fərqli məqam nədir? Sürətlərin, fikir verin sürətlərə. Deməli, birinci kəsirin sürəti daha kiçikdir. Onda bu 3 tam 4-də 1 yazıram. 3 üstə gələk 4-də 1. 3-ü də yazıram. 3-ü yazıram 2 üstə gələk 1 kimi. 2 üstə gələk 1 üstə gələk 4-də 1. Bu biri də biz bilirik ki, kəsirlərin biri
sürəti məxrəci eyni olan istənilən kəsir kimi yaza bilərik. Olur 2 üstəgələk 4-də 4, üstəgələk 4-də 1. 4-də 4, üstəgələk 4-də 1. Bu da edir 2 tam, 4-də 4-ün üstə 4-də 1 gəldi, 4-də 5 edir. 2 tam 4-də 5. Yazıram yerinə. 2 tam 4-də 5, çıxaq 1 tam 4-də 3. 2-dən 1-in çıxanda 1 tam 4-də, 3-dən də 5-dən də 3-ün çıxanda 2. Bu da 4 ilə 2 ixtisar gedir, 1 tam 2-də 1. Cavab olur 1 tam 2-də 1. Bu da belə. Bir də qaldı məxrəci fərqli olan kəsirlərin qarşıq ədədlərinin daha doğrusu toplanmasını dedik, çıxılmasına. Deməli, məsələn, baxaq. 2 tam 3-də 1, çıxaq 5-də 4. 3 ilə 5-ə ortaq məxrəc əkop olacaq 15. 15 3-ü 15 olması üçün 5-ə vurmalıyam. 5 15 olması üçün 3-ə vurmalıyam. Deməli, tam hissələrlə işimiz yoxdur. O olduğu kimi yazılır. 15-də 5 çıxaq 15 tam, daha doğrusu 15-də 12. Bayaqki misal kimi yenə 2 tamı ayırıram. 1 tam 15-də 15 üstəgələ 15-də 5, yəni 15-də 20 çıxaq 15-də 12. Bu deyil. 1 tam 15-də 8. Yəni bu da belə. Sonra kəsirlərin vurulması, bir də bölünməsinə baxaq. Kəsirlərin vurulması, bir də bölünməsi. Bundan da yekunlaşdıraq hədəkim. Məsələn, 4-də 5 vur 2-də 1. Deməli, məxrəci məxrəcə vurub. Məxrəcdə yazırıq, 4-ü 2-yə vururuq 8, 5-i 1-ə vururuq 5. Olur 8-də 5. Əgər ixtisar gedərsə, 16-da məsələn 5 vur 5-də 2. Onda ixtisar apara bilərik. 5 ilə 5 ixtisar apararıq, 1 qalar. 16 ilə 2 ixtisar apararıq, 8. 8-də 1. Cavab olar 8-də 1. Əgər qarşıq ədədlərin vurulmasında isə biz 2 tam, məsələn 5-də 1 vur 1 tam 3-də 2. Onda biz mütləq qarşıq ədədləri düzgün olmayan kəsirə çevirməliyik. Necə çevirirdik? Məxrəc olduğu kimi qalırdı. Məxrəci tama vururduq. 10, üstünə də 1 gəldi 11. Vuraq 3-də 3-ü 1-ə vurdu. 3 üstünə 2 gəldi 5. Bərabərdir. 5-lər ixtisar gedir, qalır 3-də 11. Bu da 3 tam 3-də 2 deməkdir. Yəni yadınızda saxlayın, qarşıq ədədləri vuranda, böləndə mütləq düzgün olmayan kəsirə çevrilməlidir. Sonra qarşıq ədədlərin, daha doğrusu birinci kəsirlərin bölünməsinə baxaq. Məsələn, 10-da 3 bölək 7-də 3. Birinci kəsir həmişə olduğu kimi qalır, bölmə vurma ilə əvəzlənir və 3-də 7 tərsinə çevrilir. Daha doğrusu 7-də 3 tərsinə çevrilir, olur 3-də 7. 3-lər ixtisar gedir, qalır 10-da 7. Bəs qarşıq ədədləri böləndə necə olacaq? Məsələn, 2 tam 5-də 1 böl 5-də 1. 2 tam, deməli 2 tam 5-də 1 düzgün olmayan kəsirə çevirəndə olur 5-də 11. 5-də 1 bölmə vurmaya çevrildi. 5-də 1 də tərsinə çevriləndə olacaq 5. 5-lər ixtisar gedəcək, qalacaq 15. Bu da belə. Qarşıq ədədlərin bölünməsidir. Bir də burada ədədin hissəsinin və hissəyə görə ədədin tapılması var. Bir dənə onu da qeyd edeyim, qısa bir qeyddə. Bölməni yekunlaşdıraq. Deməli, ədədin hissəsini tapanda ədədi hissə göstərən, baxın burada da qeyd olunur. Ədədi hissə göstərən kəsrə vurmaq lazımdır. Məsələn, 8-in və yaxud da 10-un. 10-un 5-də 2 hissəsini tapmaq istəyirəm. Neyniyəcəm? 10-un 5-də 2 hissəsini. 10-u 5-də 2-yə vuracam. Bu da nə deməkdir? 10-u məxrəcə bölüb sürətə vururam. Deməli, 10-u 5-ə bölürəm 2, 2-ni də 2-yə vururam 4. Belə də hesablama apara bilərsiniz. Sonra 10-u 5-də 2-yə vurulmasını belə də hesablaya bilərsiniz. 10-la 5 ixtisar 1, 2, onun məxrəci 1 olan kəsirdir. 10-la 5 ixtisar aparıram 2, 2-ni də 2-yə vururam 4. Belə də hesablama apara bilərsiniz. Və yaxud da ki, deməli, 10-u vururam 5-də 2-yə,
10 sürəti hesab olunur da. Məxrəc olduğu kimi qalır 5. 12-yə vururam 20. 20-ni 5-ə bölərəm 4. Yəni hər üç yazılır, doğrudur. Sizə hansı rahatdırsa ondan hesablaya bilərsiniz. Yaxşı, bəs hissəyə görə ədədi tapanda nə edəcəyik? Hissəyə görə ədədi tapanda ədədi hissə göstərən ədədə bölürük. Məsələn, deyirəm ki, 5-də 4 hissəsi 20 olan ədəd. Onda 20-ni 5-də 4-ə bölürəm. Bu da nə deməkdir? 20-ni vuracam 4-də 5-ə. Bu da 20 ilə 4 ixtisar geçəcək 5 qalacaq. 5-də 5-ə vuracam, olacaq 25. Bu da hissəyə görə ədədin tapılması. Belə, dərsimiz bu qədər.